Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun, Allahın salamı üzərinizdə olsun. Aprel ayı üçün bürclər haqqında sizinlə bütün proqnozları bölüşmək istəyirəm. Ümid edirəm ki, hər bir bürc altında doğulan insanlar üçün uğurlu və ruzi bərəkətli, sağlam həyat olacaq. İsə aprel ayı üçün xərçəng bürcləri. Ümid edirəm Allahın rızası ilə xərçəng bürcləri üçün də uğurlu olacaq. Mən üzr istəyirəm, axırda o negativ kartları sizə göstərmədim, unutdurdum. İndi çıxsa göstərəcəm və hər kəsə də bəlli olacaq ki, mən hansı kartları yığışdırmışam. Çünki həmin kartlardan negativ gəlməyini istəmədim. Maşallah, xərçəng bürcləri üçün də bu ayın ilk həftəsindən uğur gələcək. Həftə arasında anlaşılmamazlıq olacaq. Səbrinizi ələ alın. Kimlərsə mübahisəyə girişməyin. Çünki polislə əlaqədar bir işiniz olacaq. Uzaq yol getmək istəyənlər üçün uğurludur. Çoxdan uzaq yolda olub ailəsinə gəlməyən, küslü olan insanlarda barışıq olacaq. Xərçəng bürcündə olan iş adamlarında, adi belə işçidə bir-birinə çox güclü paxıllığım var. Kimsə kiməsə cadı elətdirmişdisə, xərçəng bürcündə olan həmin iş yoldaşına cadı elətdirən insanın öz ayağına qayıdacaq. Sözünüz, söhbətiniz çox gedir. Xərçəng bürcündə olan insanların güclü bədnəzər tutursunuz, güclü negativ aura alırsınız. Xərçəng bürcündə olan xəstələrin şəfayəti olacaq. Xərçəng bürcündə olan qadınların uzun müddət iş qurmaq istəyib, iş qura bilməyən qadınlar işlərini quracaq. Uzun yoldan, bu uzun yol, yəni xarici Rusiyanı, Türkiyəni, belə bir yeri, ölkəmizdən kənar yeri nəzərdə tutmuram. Hansısa rayonda göndərişlərlə olacaq işçilərin uğuru işləri olacaq. Bəzi xərçəng bürclərindən işdə olanlardan öz səhvlərinin ucbatından töhmət alacaqlar. Bəziləri də şeytan əməlinin, cadunun sayəsində töhmət alınacaq, işdən uzaqlaşdırıla, sakrişeniyə düşülə biləcək. Və sonunda 4 həftənin 4-üsündə də uğurlu və bir neçə gündə uğursuz olan insanlara, kim ki torba deyək də, loru dildə tikən insanların özləri öz quyularına, qazdığı quyularına düşəcək. Uğurlu xərçəng bürclərinin ən gözəl günləri həftənin 1-ci gün, həftənin 4-cü gün, həftənin 3-cü gün və həftənin bazar günləri uğurlu gündür. 5 rəqəmi xərçəng bürcləri üçün, qadın və kişilər üçün ən uğurlu rəqəmdir. Ziyarət yollarını, ziyarətlərə getmək istəyənlər üçün uğurlu, udaçlı, ən gözəl günlərdəndir. Baxın, hər dəfə ağ kart çıxanda, qızıl tək kubok çıxanda, görürsünüz burada kuboklardan, bir kubokdan başlayır, 15 kuboka qədər var. Amma bir dənə qızıl kubok, yəni ən uğurun və ən gözəl günlərin nəsibi olmaqdır. Ona görə onun arxasında mən pis kartları, belə bir kartları aça bilmərəm. Çünki nəyə? Kartların gedişatına baxıram. Orada həm özümə, həm baxdığım bürcdən olan insanlara qarşı negativ aura ötürə bilərəm. Və bir də onu xatırlatmaq istəyirəm ki, bəziləriniz deyə bilərsiniz ki, tam izahatını vermir. Başqa proqnoz verənlər çox güclü izahat verirlər. Baxın, mən də tam izahat verə bilərəm. Sadəcə olaraq o başqa proqnoz verən insanların sözlərini təkrar etmək istəmirəm. Çünki kimsə deməsin ki, mənim sözlərimdən istifadə eləyir, mənim dediklərimdən istifadə eləyir. Ən başlıcası mən olacaqları deyirəm. Yəni ayları, ulduzları
yıldızları, planetləri mən də deyə bilərəm. Ona görə demirəm ki, başqasının deyən insanların məndən öncə deyəm və ola bilər məndən də sonra paylaşım olsun. Onların haqqına girmək istəmirəm. İşte aprel ayı üçün şir bürcləri haqqında ümid edirəm ki, tək olan Allahın izni ilə bu ay sadaladığım 4 bürc uğurludur. İnşallah bütün bürclər uğurlu olar. Allah Taala hər bürc altında doğulmuş vətənimizin insanlarını, evlatlarını uğurlu günlər nəsib eləsin və onlara ən gözəl günlər nəsib eləsin. Qədə-baladan, müharibələrdən, pis insanların şeytani əməllərindən Allah qorusun. Amin. İndi isə şir bürclərinin aprel ayı üçün proqnozu. İnşallah uğurlu olar. Şir bürcləri altında doğulan insanlar, hər şey Allahın əlindədir, ən gözəlini. Yenə də hər anın öz hökmü var. Hər şeyi yaradan Allahım, hökmü də verən Allahım. Amma təəssüf eləyirəm, yəni bu mənim baxışımda çıxdığına görə, mən gördüklərimə, yenə də Allahın əmrindədir, Allahın əlindədir, hər bir şey inşallah uğur gətirər. İlkin başlanğıc həftəsindən son həftəsinə qədər şir bürcü altında olanların uğursuzluqları olacaq, maddi durumlarında çətinlikləri olacaq, iş adamları sakraşeniyaya da olacaqlar, pensiyanı alan insanlarda gecikmələr, pensiyanı kəsilmələrində olacaq. Şir bürcündə olan insanlara güclü əməllər olacaq. Şir bürcündən olan insanlar biraz dikinə gedib kiminsə bilərdən, bilməzindən günahına girməyin, qəlbini incitməyin ki, Allah tərəfindən də sizə qarşı qəzəb olmasın. Şir bürcündə olan insanlarda pul itkiləri olacaq, nə mənada aldadılacaqlar. Şir bürcündə olan insanlar boyunlarında olan qurbanlarını kəssinlər. Kiməsə abişət olan, kiməsə söz verdiyi, hər hansısa bir nə demişdisə onu versinlər. Şir bürcündə olan insanlar biraz əməllərində sahibində olub, istər qadını, istər kişiləri kiminsə günahlarına girməsinlər. Bu ayında həm yaxşı günlərimizdə, həm çətin günlərimizdə olacaq. İstər qadınlarımda, istər kişilərimdə. İnşallah Allahın izni ilə Allah yenə də öz hökmünü adil verəcək. Kimin üçün uğurlu nədirsə, Allahın işinə biz qarışa bilmərik. İnşallah uğurlu olar və mən təəssüf eləyirəm. Bu ayda bu imtahan ola bilər sizə, etdiyiniz səhvlərimizə, işlədiyimiz günahlarımıza qarşı. Gələn aylarında, o biri aylarında Allah sizə uzun ömür, can sağlığı versin. Hər bir vətəndaşımıza uğurlu olar inşallah. Aprel ayı üçün qız bürcləri Allahın izni ilə, rızası ilə neçə vaxtı baxışlarımda qız bürcünə o qədərə də uğurlu gəlməmişdi. Allahın izni ilə Qoç, Buğa, Əkizlər, Xərçəng bürcü kimi qız bürclərində inşallah uğurlu gələr. Allahın rızası ilə yenə də hər şeyin hökmüdarı tək olan Allahımızdır. Aprel ayı üçün qız bürcləri. Qız bürclərinin ilkin ayının başlanğıcından, ilk həftəsindən sizdə də biraz uğursuzluqlar olacaq. Bəzi qız bürcündən olan kişi və qadınlar eqolarınızı biraz saxlayın.
kiməsə yuxarıdan aşağı baxmağınızı saxlayın. Mübahisə etməyi, günahkar olduğunuz halda və yaxud da düz olmadığınız halda kiməsə qarşı öz iddianızı düz kimi göstərməyinizi saxlayın. Xaricə və yaxud da uzaq yollara getmək istəyənlər yollarınızı saxlayın. Çünki uğursuz yoldur sizə. Qadın qız bürcündən olanlar sizə tövsiyə eləyərdim ki, kiminsə haqqına girməyin, şeytan əməlinə getməyin. Çünki bu sizə neçə aylarında bunu işlədirsiniz, geri gedəni qaytarmaqdır. Qız bürclərində bu il 2025-də paxıllığım daha çox çoxalıb, kiməsə həsədim daha çox çoxalıb. Əzizlərim, unutmayın, bir şeyi, kiməsə, nəyisə verən Allahın rızasıyla olan hər hansısa bir şansdırmı, ruzudurmu, bərəkətidirmi, sevgidirmi, ona paxıllıq etməyin. O etmək olmaz, bu bütün bürclərə aiddir. Çünki onun arxasında Rəbbimizin kimə nə yazdığı bəlli deyil. O həyat bumerangdır. O sizə qarşı dönə bilər. Xəstələri olanlar, onların problemləri yaranacaq. Xəstə olmayan bəzi qız bürcün kişilərində və qadınlarında xəstəlik problemi olacaq. Onların aldadılacaqlar xərçəng onkoloji ilə. Amma unutmayın ki, bu olmayacaq. 2 həftəsində normal bir şeylər, uğursuzluqlar olsa da, qız bürcünün kişilərində yeni iş qurmağa çox güclü, uğurlu bir iş strukturu düşür. Kimlərlənsə şərikliyində uğurlu bir iş düşür. Qız bürcündən olan xanımlara ailə həyatı düşür, evlad düşür. Kiməsə verdikləri geri ala bilməyən borclarım düşür, geri qaytarılmaq düzdür, tam olmasa da az miqdarında gəlir. Söz söhbətləri, ailəsində davaları düşür. Ayrılma kimi qadınlarımda biraz sakit olun, səbirlərinizi korumağı bacarın. Qız bürcündə olan son həftəsində, 4-cü həftəsində qadın və kişilər üçün uğursuz günlər həftə içində olacaq və 2 gün ən uğurlu gün olacaq. Biraz səbir olun, davalardan, söz söhbətlərdən uzaq olun. Həftənin ən uğurlu günlər 1-ci, 4-cü günləridir. Uğurlu rəqəmimiz 9 rəqəmidir. Allah Taala hər birimizin günümüzü uğurlu eləsin. Egolardan, paxıllıqlarından, şeytan əməlindən, bütün bürc altında doğulan insanlarımızı, xalqımızı Allah qorusun.